Mənim özümə olan hücumun təşkili Adil Əliyev tərəfindən olubdur. Və onlara da mənim adresimi Fuad Ağayev çatdırıbdır. Bəli, bəli. Həmən bəy o şəkildə göstərdiyimi fahiş edən əmələ gələn. Və bunu da bilsinlər ki, onlara buradan çatdırıram. Adil Əliyev, Fuad Ağayev. Onu bilin ki, əbədi hissini yoxdur. Gec, tez Azərbaycanda ədalət bərpa olacaqdır. Həyatda əbədi hissini olmadığı kimi Əliyev rejimi də əbədi deyil. Gec və ya tez Əliyev rejimi darmadağın olub yerlə bir olacaq, yerlə yeksan olacaq. Yeni milli hakimiyyət qurulacaq. Qurulandan sonra sıra bizdədir. Adil Əliyev. Qurulandan sonra sıra bizdədir. Səbirli olun görəsiniz. Hələ ki mübarizə davam edir. Zəlzələdənmi, vəlvələdənmi, gülbaladanmı fərq eləmir. Nə olur olsun, biz burada 1 milyon dölərik, 1 milyon da həbs olunarıq, amma gec-tez Azərbaycanda ədalət bərpa olacaq. Azərbaycanda milli hakimiyyət qurulacaqdır. Buna əmin olun. Siz buranı Suriya ilə, İraqla qarışdırmayın. Bura Qafqaz ərazisidir. Bura Qafqaz bölgəsidir. Siz Asiyanın səhv salırsınız Azərbaycanı. Düşünürsünüz ki, əli silahlı dəstəmiz var, polisdə, DTX-da, nə bilim, özlərinin birisində IŞİD dəstəsi var. Düşünürsünüz ki, əli silahlı dəstəmiz var, üstü qurtardı getdi. Bununla da hər şey yaxşı olur. Yox, belə deyil. Belə deyil. Azərbaycanda mütləq ki, ədalət bərpa olacaq. Olacaq, itkimiz olacaq. Başımıza minon da gətirəsiniz. Hər şey olacaq. Necə indi gətirirsiniz? Bundan da betərin gətirəsiniz. Bilirik. Amma Azərbaycanda mütləq ki, ədalət bərpa olacaq. Azərbaycanda rejim dəyişən kimi Adil Əliyev, Fuad Ağayev və digərlər də var. Heç hara qaça bilməyəsiniz. Hara qaçırsınız, qaçın, sizi tapıb çıxardacaq. Bax, görəsiniz. Siz qanun qarşısında, ədalət qarşısında cavab verəsiniz. Səbirli olun. Yox, ədalətdən qaçasınızsa, ədalətsizlik eləyəsinizsə, biz də ədalətsizlik eləyəcəksə qarşı. Harada olursanız, biz də eləyəcəksə qarşı ədalətsizlik. Bunu biləsiniz. Hər şeyin vaxtı var. Bax, sən Adil Əliyev. Bax, etdiyin bu hücumlar var Avropada. Mirzəliyə, mənə, o birsən, eləmişsən. Bax, bu qədər nifrət yığmışsınız, qazanmışsınız. Hələ xalqın bir çoxunda demirəm, bilmədiyimiz nə qədər ədalətsizliklər var. Adil Əliyev, İlham Əliyev tərəfindən. Çoxdur. Amma bildiyimiz budur. Zaman gələcək Adil Əliyev. Sənin bizdə qazandığımın nifrət var, ha, sənin başını dalına soxacaq. And olsun Allaha. Sənin başına itin oyunun açacaq, bunu biləsən. Bunun başqa çıxış yolu yoxdur, mütləq ki, sizdən qisas alınacaqdır. Nə olur olsun, nə olur olsun, bunun qaçışı yoxdur. Haqqı deyənlərə qarşı hücum eləyən, hücum təşkil eləyən kim varsa, hamısı məhv ediləcəkdir. Hamısı məhv ediləcək.